Səhər yenə bir hörmətli müştərim üçün xitab bişirirəm. Bu xitabın xəmiri, yəni adi xəmir deyil də, bu yumurtalı, qatıqlı, yağlı, südlü xəmir. Belə yağlayırıq. Tərs sözünü bax belə yağlayırıq. Sonra belə başından bax belə biraz belə yarıq eləyirəm. İçinə bax beləcə çörək yağı qoyuram. Bax belə içinə yayılır yağı. Bax. İçinə də yağ qoydum. Bax buradan başından yağ buraxıram içinə, yağlanır. Bax ləzzətli, möhtəşəm. Yağdakı əlbəttə çörək yağıdır. Həm də xəmiri də bunun fərqlidir. Südlə yoğurmuşam, tərkibinə qatıq da vurmuşam. Ondan sonra çörək yağı da vurmuşam. Bax belə bir ləzzətli xəmir qoymuşam. Yəni yumuşaqdır ha. Gözlərim xitablar soydu. Bax belə paketlədim. Altına yağlı kağız da qoymuşam ki, karofkaya keçməsin yağı. Bax belə. Ləzzətli, yağlı. Badımızın sumağından bax belə içərisinə vurmuşam. Belə çölünə də vururam ki, bax belə görünüşü qəşəng olsun. Belə. Ləzzətli. Möhtəşəm. Soysun, qapağını örtəcəm. Bu da cəmi kəsidir müştərimin. Allah cibinə bərəkət versin, canına sağlıq, nuş olsun. Birini bölmək istəyirəm. İçi də bol göyərtili. Göyərti də ancaq şomu vurmuşam. Bir də soğan. Başqa göyərti çeşin şüd olmaz. Bax belə yağlı, yumuşaq qatığa batırıb yemək.